Hər bir imtahana düşə biləcək bir sualın izahına baxaq. Şamdan stolun üstündə idi. Məclisdə ucadan danışmazlar. Nəsimi qəzəllərində cinasdan istifadə etmişdir. Biz burada fikir verək altına xətt çəkilmiş sözlərə. Verilmiş cümlələrdə dan şəkilçisi haqqında doğru fikir hansıdır? Əvvəlcə biz elə qarşısından qeyd eləyək ki, bu dan şəkilçilər nədir? Sonra cavabımızdan axtaraq. Şamdan stolun üstündə idi. Şamdan. Şamdan biz bilirik. Nədir bu? Kökü şam. Dan isə yeni söz düzəltdi. İsim düzəltdi. İsimdən isim düzəltdi. İsim düzəldən şəkilçi. İkincisində məclisdə ucadan danışmazlar. Necə? Ucadan. Bu da nə düzəltdi? Zərf düzəldən şəkilçi oldu. Üçüncüsü Nəsimi qəzəllərində cinasdan. Nədən? Cinasdan. Bu da nə oldu? Çıxışlıq. İsmin çıxışlıq hal şəkilçisi. Artıq biz şəkilçilərimizi bildik və indi cavablarımıza baxaq. A bəndi. Birincisi zərf düzəldən şəkilçi deyil. Birincisi nə idi? İsim düzəldən şəkilçi. A bəndini çıxaq. Hər üç dan şəkilçi leksik şəkilçidir deyil. Çünki cinasdan sözü dedik ki, çıxışlıq hal şəkilçisidir və qrammatikdir. Bunu da çıxdıq. İlk ikisi isim düzəldən şəkilçidir. Xeyr, isim və zərf düzəldən şəkilçidir. D bəndi. Cümlələrin hər üçündə dan qrammatik şəkilçidir. Yanlışdır və Y bəndi. Birincisi isim düzəldən leksik şəkilçi doğrudur. İkincisi zərf düzəldən leksik şəkilçi doğrudur. Üçüncüsü isə çıxışlıq hal şəkilçisidir. Tamamilə doğrudur. Cavabımız oldu Y bəndi.